Kiyev təcili bu əraziləri boşaldır. Ateşkəs danışıqları ərəfəsində Rusiya geniş miqyaslı hücumu başlatdı. Ukraynanın şimalındakı Sumy vilayətinin administrasiyası Sumy rayonundakı 8 yaşayış məntəqəsindən sakinləri təxliyə eləmə qərarına gəlib. Report xəbər verir ki, bu barədə Sumy vilayəti administrasiyasının sosial şəbəkə hesabında məlumat verilib. Rayonda əməliyyat şəraitinin gərginləşməsi ilə əlaqədar bugün Regional Müdafiə Şurasının iclasında hərbi rəhbərliyin təqdimatına əsasən Sumy rayonunun Yunakovska və Miropilska ərazi icmalarının 8 yaşayış məntəqəsindən əhalinin məcburi təxliyəsi barədə qərar qəbul edilib deyə məlumatda deyilir. Qeyd olunub ki, yaxın vaxtlarda aralarında uşaqlar da olmaqla 543 nəfərin təxliyəsi tələb olunacaq.